Salam, hər vaxtınız xeyir olsun əziz futbol azarkeşləri, dəyərli Xəzər Futbol Liqasının izləyicilər 12-ci sezonda play-off'un cavab oyununa bir yerdə yansır ki, Məkkə və Maçlar kollektivləri yenidən üz-üzədir. Meydanın sol tərəfdə Maçlara, sağ tərəfdə isə Məkan yer alır. İlk oyunda Maçlara 8-4 hesabla qələbə qazanmışdı. Məkan önündə xatırlatmasını edək. Zərbə cəhdi Niyazi Əliyev, keçid yoxdur. Hidayət ardı-ardı əmrlərdə dəf etməyə bacarır zərbəni. Bir daha xatırladım, Xəzər Futbol Liqasında məhz 12-ci sezon play-off'un cavab oynadı bu görüş. Maçlara və Məkkə komandaları yenidən üzə görə ilk oyunda Maçlara 8-4 hesabında qələbə qazanmışdı. Məkan önündə və cavab oyununda bir geri dönüş mü izləyəcək, yoxsa Maçlara tərəfi bu görüşü də qələbə ilə tamamlayıb nəst növbəti mərhələyə adlayan tərəf mi olacaq? 8-də 1 çərçivəsini cavab oynadı bu. Bir daha da qeyd edirəm. Hikmət Nüsrətov idi bu. Topla bir qədər elədi İlqar Əliyev. İlqar. Fərdi düşünə bilərdi. Fərəcəllayevə çatdıra bilmədi. İlqarda qaldı. Top Niyazi Əliyevin təzyiqi var. Son müdaxilə Eldar Kərimovdan. Out. At yerinə yetirilməlidir. Fərid. Ötürmə keçmədi Sədar Rəzayev. Orada Niyazi Əliyev bircə kombinasiyadır. Uzaqlaşdırma bazarlar. Zərbə və gol. Görüşdə tilsim qırılır. Hikmət Nüsrətov. Görüşdə hesabası bəlkə də bu bir qədər geri dönüş müjdəsi ola bilər. Bəli, bəli. Meydanın sağ tərəfdə Məkan, sol tərəfdə Maçlara çıxış edir. Məhz cavab oyununda artıq Məkanın minimal hesablı üstünlüyü var Maçlara önündə ilk oyunda. Bir də xatırladım, Maçlara 8-4 hesab ilə qələbə qazanmışdı. Məkan önündə. Cavabında isə Məkanın minimal hesablı üstünlüyü var. Odur ki, hesab 8-5'dir. Yeni Suraxanı stadionunda. İbrahim. Niyazi Əliyev. Eldar Kərimov. Mərkəzə doğru itirmə Tamerlan. İbrahim'le oynadı. Bəli, yağır. Mikaylov'un ötürməsi yenidən Üzfə qaytarmaq istədi Tamerlan Qarayev. Düşünülən kimi, istənilən kimi alınır. Ekranınızı da bəyənir, paylaşır dostlar, qardaşlar. Zəhmət olmasa suallarınız olursa da çəkinmədən yazın. Mən də cavablandırma hazıram. Minnətlər bəyənənlər, yayın bu aşağıda darğızıb görürəm. Şimal Qres bugün mübarizə aparacaq. Tam saatli fasilədə qeyd edə bilərəm. İbrahim ötürməsi. Orada Səlif başla zərbində Hikmət Nüsrətov idi. Hansı ki meydandakı yeganə qolun müəllifi. Eldar Kərimov. Qısı bir qədər mərkəzə çəkildi. Bir ötürməsi Tamerlan doğru ram etmək isə orada Hakan Dadaşov rəqini qabaqladı. Out. Bəyənənlər var. Digərlər bir qədər bəlkə də siz də təkan verə bilərsiniz. 250 nəfər üçün bir daha qeyd edim. Xəzər Futbol Liqasında 12-ci sezon 8-də 1-in cavab qarşılaşmasıdır.
Yeni Suraxanı stadionunda Məkkə və Maçtağa komandaları yenidən üz-üzədir. İlk oyunda Maçtağa 8-4 hesabı ilə qələbə qazanmışdı cavab oyununda. Hal-hazırda 0-1 onlar geridədir. Ümumi hesabda məhz Maçtağanın 8-5'lik üstünlüğü var. Ötürmə istənilən kim alınmadı? Ad yerinə yetirilməlidir. Sədar Rzayev, İbrahim, Yusuf Mikailizadə. Bir qədər mərkəzə çəkildi. Diaqanla doğru ötürmə Niyaz Əliyev. Rəqimli qabaqlayan Mikail olmuşdu. Mikail Zülfiqarov. Yağır, bəli. Hidayət Əkbərov. Mikail Zülfiqarov. Belə kiminlə oynayacaq? İlqara doğru ötürmə. Sədanın müdaxiləsi var idi. Olur ki, top şansı Məkanındır. Korner izləyək Kazım. Məmmədov paralel ötürmə vermək istəyir. Niyaz rəqini qabaqladı. 2 metr geri qaydır. Topun nəzarəti məhz hələ ki Məkandadır. Bir qədər təşəbbüsü hələ keçirməyi bacarırlar. Bu ötürmədə səhvə yol verdilər. Yusuf Mikailizadə. Eldar Kərimov yenidən Yusufu düşündü. Senti dəyişmə istəyi orada. Orxan Dadaşov davamında isə Hidayət Əkbərov müdaxilə etməyə bacarmışdı. Korner izləyək. İlqar Əliyev əzimkarlıq göstərdi. Orxan Dadaşov. Orxan ötürməsi Kazım. Nə istənilən kimi zərbə, nə də düşünülən kimi ötürmə olunur. Qısa ötürməm. Eldar Kərimov yenəmlə qurulacaq Maçtaq adına. Texniki zonada da kifayət qədər oyuncular var. İdələn dəqiqələrdən potensial əvəzətmələrdən bəhs edəcək. Hərçənd ki, dəyişikliklər başlayan zaman bunu da nəzərimizə çatdıracaq. Hidayət Əkbərov. Ola bilər. İndi bir dəqiqə düzəldirəm. On ikinci sezondur. 8'də 1'in cavab oyunudur. Tamirlan mərkəzə doğru Eldar. Qapandı Məkan tərəfi. Maçtaq əmləsi Niyaz Əliyev. Sol cinatda əmlə qurulacaq. Niyaz ötürmə. Sədar Rzayev. Sərbədar Orxan Dadaşov ona imkan vermədi. Sönüb zərbə indirmək istəyirdi. Müdaxilə var və korner. Kazım. Tamirlan. Niyaz Əliyev. Arxa oyuncudur. Hərçənd ki, həm qüvvətli zərbələr, həm də dəqiq zərbələrə malikdir. Amma elə ki, zərbədən çox ötürmələrə üstünlük verir. Niyaz Əliyev vəsi gedən, sözü gedən oyuncu. Niyaz! O zərbələrdən birini izlədik. Sadəcə bu səfər dəqiqlik çatışmırdı. Çərçivəyə düşmə mümkün olmur. Eldar. Kazım. Sədar Rzayev. Kazım öndə qalmaq istəyi orada. Mənimsəmişdilər. İbrahim golkiper özü topla. Bir qədər elədi. Yayınır rəqiblərindən ötürmə də yaxşandı. İbrahim! Dönəmlər necə başlatdı. Özə tamamlamaq istədi orada Hidayət. Digər qapçıya rəqibinə keçid vermədi. Niyaz Əliyev. Yusuf Mikailizadə. Eldar səmti dəyişdi. Yusuf yerlə zərbə. Kifayət qədər təhlükəli əmlə idi. Amma nəticə hasil olmur. Bir daha xatırladım. Məkanın minimal hesab üstünlüyü var cavab oyununda. Maçtağı önündə. Yerqanla doğru ötürmə İbrahim.
Tamerlan. Eldar. Kazım. Niyaz. Sədar Rızayev. Sədar. Kazım onun qarşısını kəsir. İlqar Əliyev. Hikmət Nüsrətov. Out. Niyaz Əliyev. Yusuf Mikailzadə. Tamerlan. Sorlara sancır topu. Qüvvətli zərbə. Hidayət bu zərbə qarşısını heç edə bilmədi. Aciz qalır. 1-1 hesab bərabərləşdi. Qaptar yenidən paylanmalıdır. Meydanda Maçdağa 1, Məkan 1 və 1 dəqiqəlik taymat olacaq. Hər vaxtınız xeyir olsun. Yeni gəlinlər bizi xoş gördük. Taymat bitti, oyun qaldığı yerdən davam edir. Oyun bərpa olundu, görə indi. Taymata komanda necə qayıdacaq? Korner izləyək. Sədar Rızayev. Zərbəsi uğurla alınmamışdı. Nicat Abdullayev. Nicatın zərbəsidir bu bir qədər əvvəl. Bir qədər əvvəl meydana daxil oldu Nicat Abdullayev. Daha sonra da Mahmudovun trend alına gətirdiyi gol sevinci nümayiş etdirir. Taymat komandaya yararlı oldu. Taymatda golla qayıtdılar. Elgin Əsənov, o da məhz taymatdan sonra meydan daxil olub. Elginin zərbəsi keçmir. Cavab oyununa yaxşı hazırlaşıb deyəsən Məkan tərəfi. Burada isə Niyaza qarşı qayda pozulmuşdu. Dəqən Kərimovun gözünə yayım var. Yusuf Mikailzadə. Yusuf. Kənan Səfərov, Eldar Kərimovun qarşısını kəsib. Niyaz Əliyev, Yusuf oynatıb. Aşağına əksəmləsi Hikmətin əlinə deyir və bu rəsmi xəbərdarlıq ola bilər, bəli. Hikmət Nüsrətov sarı vərəqə gördü. Məhz görüşdə tilsim o qırmışdı. Aktivində qol var idi. Passivdə də sarı vərəqə yazıldı. Dəqən Kərimovun sakitləşməsi istəyir, hansı ki bu qərardan razı görünmür, amma itirmədə əli ilə topun qarşısını kəsmişdim. Dəqən Kərimov da sakitləşməyəcəyi təqdirdə, etiraz ediləcəyi təqdirdə ikinci sarıdan qırmızı vərəqi göstərə bilərəm deyə qeyd etdi ona. Yusufun ötürməsi bu bir ev tapşırığına bənzəyir. Eldar Kərimov. Ekranımızı beğenə zəhmət olmazsa beğenə paylaşaq. Suallarınız olursa da yazın. Mən də çalışdığım qədərlə cavablandırmağa hazıram. Niyaz sol ayaqla zərbə Bidayət. Kəmlədi top özündə saxlama bacarır.
Nicat Abdullayev meydan daxil olmaz. Fəkləməyə bacarmışdı Nicat Dabirəmlə. Bu səfər ona keçid verilmədi. Bugün ayrılan 3 görüş var. Bugün 2 qarşılaşmasıdır. Bundan sonra daha 2 maraqlı mübarizə bizi gözləyir. Bir də xatırladıram, Yeni Suraxanı stadionunda Xəzər Futbol Liqasının 12-ci sezon 8-də 1-in cavab oyunudur. Bu maçdağa məkan komandalar yenidən üzədə hazırda. Məkan 2-1 üstünlüyü var maçdağa önündə. Cavab oyunudur. Sədar Rzayev. Möhtəşəm bir gol. Baxımlı bir gol izlədik Sədanın ifasında. Hesabdan bəhs edərkən fərqlənir. 2-2 oldu. Hesab yenidən bərabərləşir. Hidayət Əkbərov bu zərbəyə hazır değildim. Onun bağlıdır deyəsən orada. Mən onu komanda yoldaşlarına kesim mümkasına bunu anladım ki, onun bağlıdır. Görmədim zərbəni. Belə ifadə etdim. İlk oyunda 8-4 maçlara qələbə qazanmışdı məkan önündə. Bir də xatırlatması nedir? Bu görüşdə 2-2 bərabərliyi var. Hesab 16-dır. Elgün Əsənov. Qarşılaşmada təxmini olaraq məhz 17 dəqiqəni gerdə qoymuşuq. İlk hissədə təxmini olaraq 7 dəqiqə yaxın bir müddət qalıb. Hikmət, Kənan Səfərov. Məkanı yenəmləsib. At yeni yetirirlər. Elgün Əsənov, Hikmət, Kənan Səfərov. Kənan Səfərov. O nöqtədən heç zərbə indirəcəyini düşünmürdü. Yanlıqda hər kəsi Kənan Səfərov. Qapı tirib. Topun torlara yollamasına mane oldu. Eldar Kərimov. Hüseyli qazanan top. Nicat Abdullayev. Ram etmək bacardı Nicat. Bitirmək keçmədi. Tam elanlı bir müdaxiləsi vardı. Elgün Əsənov topun almasıdır. Bir qədər top özünə irəli buraxır. Niyaz Əliyev. Onu qabaqladı. Yusif Mikailzadə. Maçdağa nəmləsi. Tamerlan. Fəqan Kərimov davam edib. Əllə oyun yoxdur. Kənan Səfərov. Yenə cinaqdan əmlə qurmağa cəhd edir. Kənan Səfərov orada səmti dəyişmək istədi. Qarşısına paralel ötürmə. Uzaq qapı arxasında məhz Nicat Abdullayev mövqe tutmuşdu. Yusif. Zərbə uğurlu deyil. Ekranımızı bir qədər dostlar, qardaşları bəyənə zəhmət olması. Hüseynov təşəkkür. Orada Nicat Abdullayev akrobatik zərbəyə cəhd etdi. İbrahim ona keçid yoxdur dedim. Var olun bəyənənlər. Aşağıda adlarınızı görəm. Əgər üzar cəmiyyətləri. Mən də eləməz sualları cavablandırarkən ən əsas buna nəzər yetirirəm. Ekrana bəyənənlərin suallarını cavablandırıram. Çünki siz bəyəndiksə yayın daha çox kütlə qarşısına çıxır, daha çox şərh izləyir. Belə görüşlərim. Burada maçdağa da bir vəziyyətmə var. Xanaq Ələskərov meydana daxil olub. Məhz kapitan. Bəli, maçdağa 2, məkan 2. İlk oyunda maçdağa 8-4 hesab ilə qələbə qazanmışdım. Cavab oyunda 2-2 bərabərlik var. Hesab 6-10'dur. O qədər də deyil. Sədar Rzayev. Eldar, səmti dəyişdi Niyaz Əliyev. Niyaz bir qədər göz gəzdirdi. Səda ilə oynadı. Tamerlan. Yayının rəqibinə Tamerlan Qarayev. Burada fərqlənilər siyasının öz altını yazdırdı. 3-2. Maçda önə keçir. Ara baxılacaq deyəsən, bəli, bir qədər əvvəlki epizodla bağlı Fəqan Kərimov müraciət edir.
Referi vara baxdı, qərarın üzərinə dur. Mərkəzi göstərir. Məhz qol qeydə alındı. Hansı ki orada itiraz sonrası Fəqən Kərimov vara baxmışdı. Hikmət Tamirlanla mübarizə halında qol əsnasında Tamirlanın dirsəyinin ona dəydiyini qeyd etdi. Və daha sonra bu etirazlardan sonra vara baxıldı. Amma Fəqən Kərimov heç bir qayda pozuntusu qeydə alınmır və əksinə qolu qeydə alınır. 3-2 Maçlar artıq öndədir. Məkan önündə. Həftənin 1-ci, 2-ci, 3-cü və 4-cü günləri Xəzər Futbol Liqasında Yeni Suraxanda oyunlar baş tutur. Digər görüşlərdə isə mənim fərqli oyunlar var. Odur ki, Xəzər Futbol Liqasından soruşursunuzsa həftə içi 4 gün. Bir daha xatırladacağım, Yeni Suraxanı stadionundayıq. Bu görüş 12-ci sezonun play-off oyunudur. Hansı ki 8-1-in cavab qarşılaşmasıdır. Maçlağa məkan komandaları yenidən üz-üzədir. Maçlağanın 3-2'li üstünlüyü var. Məkanda ilk oyunda da Maçlağa 8-4 hesabla qələbə qazanmışdı. Bunu da xatırlatmasını edim. Yeni gələnlər hər birinizi bir daha xoş gördük. Arada Şakiri biz meydanda görüyoruz. Maçlağa adına meydana daxil olub. Ergün Əsənov. Sərçivəyə baxış atması bəs edir. Cavab qolu gəldi. 3-3. Bir şey xatırladım ki, vara baxılan epizodda səsi bağlamaq məcburiyyətindəyəm. Odur ki, bu cəhətdən də qədər anlaşılı olun, zəhmət olmasa. İki standartlıq bitməsinə az qalıb. Daha sonra bir qədər də digər görüşlər barəsində həm də sizin suallarınızı cavablandıracağım. İndi isə hesab barəsində danışaq. Maçlağın məkan oyununda bərabərlik var. Burada Fərid Fərəcullayevə keçid verilmədi. At yerinə itirilmədi. Kənan Səfərov. Yüksəli qazana top. İbrahim yüksəldi və mənimsədi. Bir qapıdan deyəsən digər qapıya zərbə indirmək istəyirdi. Hansı ki, qapıdan istiqamət idi. Məhz buna görə bu epizodla da ədalət təmsil 2 hissəni bitirir. Komandalar fasiləyə yollanır. Heç yer ayrılmır, fasilədən sonra yenidən bir yerdəyik.